Bugün sizinlə bərabər fonetika mövzusunu izahını eləyəcəyik. Fonetika dilçiliyimizin bir bölməsidir və bizim danışıq səslərimizi öyrənir. Və bu danışıq səsləri bizim bəzi danışıq üzvlərimizdən çıxır. Və bu danışıq üzvlərinin bəziləri çox aktiv iştirak edirlər, kömək edirlər ki, bizim səslərimiz çıxsın. Bəziləri isə sadəcə passiv iştirak edirlər, yəni qeyri-fəaldırlar. Ancaq onlar olmasa, yenə də bizim tələffüz prosesimiz tamamlanmaz. Deməli, hansılardır bizim fəal danışıq üzvlərimiz? D hərfindən dil, yadda saxlayırıq, dodaq. 2 D varsa, deməli 2 dənə L olanı yadda saxlayırıq. Səs telləri. Görürsünüz, 2 L var, 2 S var. Belə yadda saxlayırsınız. D, yəni hər ikisində də var. 2 D ilə və 2 S ilə, 2 L ilə, yəni ikilikləri yadda saxlayırsınız. Yəni dil, dodaqlar, səs telləri bizim fəal üzvlərimizdir. Bunlar olmasa, ümumiyyətcə biz danışa bilmərik. Səsləri tələffüz edə bilmərik. A hərfini çıxarda bilmərik. B hərfini çıxarda bilmərik bu formada. Digərləri isə ağciyərlər, nəfəs borusu, qısa-qısa yazın, qırtlaq, dişlərimiz, ağız boşluğumuz və burun boşluğumuzdur. Ardıcıllıqla gəlir. Bunlar da qeyri-fəaldırlar. Deməli, fəal üzvümüz iştirak elədi, qeyri-fəal üzvümüz iştirak elədi. Nəticədə biz səsləri çıxartdıq. Səslər nədir? Onu biz eşidirik, dinləyirik səsləri, amma hərfləri yazırıq və görürük. Deməli, indi hərflərimiz yarandı və fonetikada sait hərflər var, samit hərflər var. Bugün biz sait hərfləri keçəcəyik. Yəni A, I, O, U, E, Ə, İ, Ö, Ü. 9 dənə saitimiz var. İndi biz bu saitləri də növlərə böləcəyik. Necə böləcəyik növlərə? Birincisi, belə bir xətt çəkirəm. Üfüqi bir istiqamət. Düşünün ki, dilimiz, yəni bu başımızdırsa, dilimiz bax bu oxun üstündə olan hissədir. Məsələn, bunu başa düşün ki, bu dildir. Baxın, görürsünüz, dilimizin üfüqi vəziyyətinə görə, dilimiz yuxarı deyil ki, üfüqi vəziyyətdədir, bu formadadır, ağız boşluğumuzda. Dilin üfüqi vəziyyətinə görə bu dilimizin arxa hissəsindən, yəni bizim boğazımızdan bu boyda ağız içərisindən çıxıb gəlirsə səs, qalın gəlir. Çünki arxadan gəlir. Ona görə dilimizin arxasıdır deyə buna dil arxası saitlər deyirik. Qalın saitlər hansılardır? A, I, O, U saitləridir. Ancaq bu dilimizin uc hissəsindən heç bir məsafə olmadan, bayaqki kimi arxadan gəlmir. Sadəcə olaraq dilimizin ucundadır, yaxın yerdədir. Ona görə də buna deyirik incə, yəni dil önü saitlər deyirik. Bir də təkrar edirik. Dilimizin üfüqi vəziyyətinə görə dilimizin arxa hissəsində yaranan saitlərə deyirik qalın saitlər, dil arxası. Dilimizin önündə yaranan saitlərə deyirik dil önü saitlər, yəni incə saitlər. Yerdə qalanlar ə, e, i, ö və ü. Bunlar da oldu bizim incə saitlərimiz. Daha sonra, bu bizim dilimizin vəziyyətinə görə. Birinci biz nədən danışdıq? Dilimizə görə. Dilimizin üfüqi vəziyyətinə görə böldük biz. Deməli, saitləri qalın saitlərə, incə saitlərə. Dildən danışdıq. İndi biraz aşağı düşürük. Bax, görürsünüz, bizdə birinci dil gəlir, ona görə dilimizin vəziyyətinə görə. Fəal iştirak edir, axı dilimiz olmasa qalın necə çıxmaz. İkinci gəlir, belə bir ox düşünün. Bu bizim başımızdır. Düşünün ki, bura bizim çənəmizdir. Baxın, bu çənə əgər çox açılırsa, böyük açılırsa, bu zaman açıq saitlər yaranır. Açılırsa da ağzımız necə olur? Gen olur. Genəlir, böyüyür, geniş olur. Bir də düşünün ki, bu çənəmiz belədir, yumru vəziyyətdədir. Yəni, sadəcə biraz boşluq qoymuşam, qapalıdır. Çənəmiz də qapalıdırsa, açıq deyilsə, aşağıya düşmürsə, qapalı saitlər yaranır. Yəni, bunlar da necədir? Dardır bunların yeri, dar saitlər yaranır.
Bunu başa düşdük. Bu da bizim çənəmizin şaquli vəziyyətinə görədir. Şaquli aşağı deməkdir. Üfüqi yana deməkdir, elinə deməkdir. Şaquli vəziyyəti, yəni aşağı vəziyyətə görə mənim çənəm ya açılır, ya qapanır. Açılırsa açıq sahitlər, qapalırsa qapalı sahitlər, yəni dar sahitlər əmələ gəlir. Deməli, bizim qapalı sahitlərimiz 4 dənədir, balaca. I, I, U, Ü. Əgər əlinizi çənənizin altına qoysaz, I, I, U, Ü desəz, görəcəksiniz ki, çənəniz lap aşağıya qədər düşmür. Olduğu yerdə qalır. Amma siz A desəz, Ə desəz, bu zaman sizin çənəniz aşağıya doğru düşür və bu zaman neyinir? Genişlənir, açılır, açıq sahitlər yaranır. Açılır, qapalanır, çənəni yadda saxlayırıq. Deməli, biz dilin çənənin şaquli vəziyyətinə görə, yəni aşağı, yuxarı vəziyyətinə görə neyinədik? Açıq sahitlərə böldük və qapalı sahitlərə böldük, dar sahitlərə böldük, həm də gen sahitlərə böldük. Gəlir bizim, bu ikinci hissəmizdir. Gəlir bizim üçüncü hissəmiz. Bu da dodaqlanan, bir də dodaqlanmayan sahitlərdir. Dodaqlanan sahitlərdə düşünün ki, dodağımız bu vəziyyəti alır. Yəni, sanki kiməsə, necə deyim, öpürsünüz, dodaqlar qabağa gəlir. Və bax, bu dodaqlanan sahitdə görürsünüz, qabağa gəlir deyə dodaqlar. Burada çıxan sahitlərdə bir qombul olur, yumru olurlar. Belə yekə olan sahitləri yadda saxlayırsınız. U ilə üstü bağlısı, Ö ilə üstü bağlısı. Görürsünüz, daha yumrudur, dodaqlanırlar da, dodaqlar qabağa gəlir. Digər yerdə qalanların hər biri də bizim dodaqlanmayanlarımızdır. A, E, Ə, I və İ. Bunu yadda saxladıq. Deməli, biz birinci böldük nəyə görə? Birinci hərflər saitə, samitə bölündü. Biz böldük ən birinci dilimizin üfüqi vəziyyətinə görə. Üfüqi bu vəziyyətdir. Biz bildik ki, dil də buradadırsa, dilimizin üfüqi vəziyyətinə görə qalın, incə saitlər. Deməli, çənəmizin şaquli vəziyyətinə görə, yəni aşağı düşən vəziyyətinə görə açıldısa açıq oldu, yumuldusa qapalı sahitlər oldu. Üçüncüsü də dodaqlarımızın vəziyyətinə görə böldük. Əgər dodaqlar qabağa gəlirsə bu dodaqlar, bu zaman bu olur dodaqlananlar. Qabağa gəlmirsə bu zaman da olur dodaqlanmayan sahitlərə böldük. Bunu başa düşdük. Biz bura yazmışıq ki, sahitlər və samitlər. Bəs biz bu sahitlərlə samitləri necə fərqləndirək? Sait, samit. Saitləri tələffüz edəndə ağız boşluğumuzda heç bir maneə olmur. Yəni ağzımızın qabağı da, məsələn bu bizim ağzımızdır. Və burada heç bir maneə olmur. Amma samitləri tələffüz edəndə maneə olur. Yəni ağız boşluğunda maneə tələffüz olunurlar. Ya onların qabaqlarını dodaqlarımız kəsir, ya dişlərimiz kəsir və maneə ilə tələffüz olunurlar. Deməli, saitlər maneəsiz, samitlər maneə ilə tələffüz olunurlar. Bax, bu maneəsizdir axı. Ona görə buradakı səslərimiz təmiz avazla çıxır. Yəni, A deyəndə istədiyin qədər avazla onu uzada bilirsən. Ona görə də təmiz olur. Amma samitlərdə elə bir funksiya olmur. Yadımızda saxlayırıq. Əgər desək ki, uzanma sahitlərdə olur. Məsələn, maş, A-nı uzadıram, amma mən M-nı uzada bilmirəm. Əgər M-nı uzadırsansa, sən orada təkcə M hərfini uzatmırsan. M deyəndə sən bu I hərfini uzadırsan. M, belə dedim, bitdi. Uzanma yoxdur samitlərdə. Uzanma yoxdur. Amma sahitlərdə uzanma var. Maş, uzanmanı göstərmək üçün bunu dəftərinizə qeyd edirsiniz. 2 nöqtədən istifadə olunur. Əgər mən desəm ki, mənə təbii sözündə i-nin uzandığını göstər, sən i-dən sonra qoşa nöqtə qoymalısan ki, mən biləcəm ki, bu uzanıbdır. Bir də uşaqlar bir şey yadda saxlayın. Baxın, bu transkripsiyada bu sözlərin tələffüzünü göstərir. Azərbaycan dilində çox sözlər yazıldığı kimi tələffüz olunmur. Məsələn, bayaq dediyim kimi, tutalım ki, təbii sözü. Təbii sözündə 2 i var, amma tələffüzdə biri düşür, biri də uzanır. Tələffüzünü göstərmək üçün transkripsiyadan, yəni dördkünc mötərizədən istifadə olunur. Mütləq yadda saxlayın. Deməli, uzanmanı göstərmək üçün
bir səs uzanırsa, bunu qoymasaz, artıq siz yanlış eləmiş olursunuz. Amma bunu yazılışa qoyuruq? Yox. Bu uzanmanı biz bax bunların içərisində olan sözə qoyuruq və tələffüzümüzü göstərmək üçün də biz bax bu yarım mötərizədən istifadə olunur. Uzanmanı göstərəndə qoşa nöqtə, tələffüzü göstərəndə isə transkripsiya adı belə gedir. Öyrənmək lazımdır. Transkripsiya işarəsindən istifadə olunur. Və əgər mən yazsam ki, təbii sözü yazılışında uzanmanı göstərmirəm, amma tələffüzünü yazsam, mütləq ki, uzanmanı göstərməliyəm. Deməli, uzanmanı nə vaxt göstəririk? Tələffüz də göstəririk. Bu bizə lazım olacaq ki, fonetika bölməsini çox dərindən öyrənəndə. Sonra deyirik ki, əgər sizdən vurğu, ahəng qanunu, heyecan yaratmağını soruşsa, bunu ancaq və ancaq saitlər eləyir. Samitlər nə vurğu yaradır, nə ahəng qanununda iştirak edir, nə heyecan yaradır. Biz əgər sözdə neçə dənə sait varsa, deyəcəyik ki, o qədər də heyecan var. Məsələn, ana sözündə neçə sait var? 1, 2. Demək, ana neçə heyecanlı sözdür? 2 heyecanlı sözdür. Görürsünüz, mən saitə görə dedim. Samit bir dənədir, samitə görə demədim. Demək, sait var deyə heyecan yarandı. Heyecan yaratmaq saitə uyğundur. Ahəng qanunu bizə nə deyir? Deyir ki, ya sözdə qalın saitlər olsun, ya sözdə incə saitlər olsun. A. İkisi də qalındır. Deməli, burada ahəng qanunu var. Amma əgər biri qalın olsa, biri incədən olsa, ahəng qanunu deyir ki, mən iştirak eləmirəm artıq. Mən çıxardım qrupdan, mən yoxam. Mən ancaq ya qalın saitlərdə olmalıyam, ya incə saitlərdə olmalıyam. Bunu da başa düşdük. Vurğuda hər hansısa bir saitin ana vurğulu şəkildə deyilməlidir. Vurğunun da işarəsi hərfin üzərində bax bu işarədən istifadə olunur. Məsələn, qalın bu işarə vurğunun işarəsidir. Deməli, vurğu nə idi? Hansısa bir saitin bəkdən deyilməlidir. Ahəng qanunu nədir? Saitin ya hamısı qalın olmalıdır. Məsələn, ana sözü ahəng qanunu təbii edir. Hər ikisi də qalın saitlərdir. Ya da ki, hamısı incə olmalıdır. Biri qalın, biri incə olsa ahəng qanunu pozulmuş gedir. Heyecan nə idi? Sözdə neçə dənə sait varsa, o qədər də heyecan var deməkdir. Deməli, indi mən sizə desəm ki, kitabxana sözündə neçə dənə heyecan var? Saitlər sayacaqsınız. 1, 2, 3, 4. 4 heyecanlı sözdür. Desəm ki, bəs kitabxana sözü ahəng qanununa tabedir. Yadımıza salırıq. Ahəng qanunu ya qalın olmalıdır, ya incə olmalıdır. Ya qalınlar bir-birini izləməlidir, ya incələr. Baxıram, qalın, qalın, qalın. İ hərfi incədir. Qalın incə olsa nə olur? Ahəng qanunu pozulubdur. Bəs desəm ki, kitabxana sözündə vurğu hansı hecaya düşür? Kitabxana ən axırıncını qüvvətli dedim, vurğunun işarəsini də qoydum. Bunu da bildik. Deməli, saitlərin növlərini bildik. Bildik ki, heyecan nədir, vurğu nədir, ahəng qanunu nədir? Əla. Bir də dedik ki, uzanmanı göstərəndə qoşa nöqtədən istifadə edirik və bir şey var ki, I saitimiz və Ü saitimiz bunlar uzanmır. İstisna üfüqi sözümüzdür ki, üfüqi sözümüzdür ki, burada Ü saiti uzanır. Qalan başqa heç bir sözdə siz İ və Ü saitinin üzərinə Üdən sonra qoşa nöqtə qoya bilməzsiniz. Nə də I-dan sonra ki, bu uzanır. Belə bir şey yoxdur. Bunları da qeyd edirik. Fonetikanın giriş bölməsindən bu qədər. Əminəm ki, siz mövzunu yaxşı şəkildə başa düşdünüz.